Siz Marco Rubio'nun bəyanatını qeyd edirsiniz 2014-cü il sərhədləri ilə bağlı, amma mən diqqətinizi rəsmi Kremlin bəyanatına da cəlb etmək istəyirəm ki, o artıq 1991-ci il sərhədlərinin mümkünsüzlüyünü qeyd ediblər orada Kreml rəsmiləri və Ukraynanın o sərhədlərinə qayıtmağının artıq tarix olduğunu, yəni tarixin bu səhifəsinə bir daha qayıtmağının mümkünsüz olduğunu qeyd ediblər. Yəni bu vəziyyətin nə qədər əslində gərgin olduğunu göstərir. Bəli, bu müharibə bitməyib, danışıqlar prosesinə cəhdlər var, birbaşa kontaktların aparılması üçün platforma yaradılır. Amma bütün bunlara baxmayaraq tərəflərin prinsipial mövqedə dayanması, yəni Ukraynanın işğal altında olan ərazilərini geriyə istəməsi və onu öz suveren əraziləri kimi tanınmasının dünya birliyindən də tələb etməsi, istəməsi və bunun fonunda da Rusiyanın artıq bu ərazilərin Rusiyanın ərazisi olması ilə bağlı tarixi bir qərarın verildiyini və xüsusən xatirinizdədirsə Vladimir Putin hələ Ukrayna və Rusiya arasındakı müharibə başlamamışdan əvvəl Krımın Rusiya ərazisi olduğunu bəyan etmişdi və bu məsələnin tarixi olaraq həll olduğunu bəyan etmişdi. Amma indi artıq biz 1991-ci il xəritəsinə qayıtmağın mümkünsüzlüyü ilə bağlı Kremldən bəyanatlar eşidirik ki, bu kifayət qədər prinsipial bir mövqedir və təbii ki, danışıqlar prosesində də tərəfləri gərgin bir mövqeyə gətirib çıxarır. O ki qaldı bu mümkün olacaq yaxud mümkün olmayacaq sualınıza gəldikdə isə bugün baş verən proseslər onu göstərir ki, müharibə hazırda Rusiya və Ukrayna arasında getmir. Müharibə hazırda de facto Rusiya və NATO ölkələri arasında baş verir. Və biz əgər müharibənin baş verdiyi ilkin şərtlərə qayıtsaq və NATO-nun şərqə doğru genişlənmək planı və Ukraynanın NATO-yu üzv kimi qəbul etmək istəyi qərb tərəfindən, yəni bu bəyan edilmişdi və bunun fonunda da baş verən bu müharibə və hərbi ixtilafa diqqətimizi yönəltsək, çox asanlıqla görə bilərik ki, əgər indi bu mümkün olmadısa, Ukrayna torpaqları işğal altında qalırsa, yəni işğal davam eləyir və biz hər gün hərbi səhnədə baş verən prosesləri və hansısa bir ərazinin Rusiyanın nəzarəti altına keçməsi ilə bağlı xəbərləri alırıq. Yəni bu fonda biz gözləyə bilərik ki, nə vaxtsa Ukrayna güc toplayacaq. Yəni Ukraynadan söhbət getmir, söylədiyimiz kimi bu artıq NATO ölkələrindən gedir. Onlar birlikdə toparlanıb Rusiyadan bu torpaqları geriyə alacaqlar. Lap açığı nə qədər pessimist səslənsə də bu real görsənir.